Uğur, ən yaxşı müəllim necə olmalıdır? Səncə yaxşı müəllim necə olur? Nəyi öyrədir? Dərsi. Yazmağı. İmla yazmağı öyrədir. Adın nədir? Sofiya. Sofiya. Ən yaxın dostun kimdir? Ən yaxın dostun kimdir? Ana. Yaxşı. Ən çox kimə inanırsan, güvənirsən? Atama. Adın nədir? Şükür. Şükür. Ananı atanı sevindirmək üçün nə edərdin? Kömək. Nə kömək eləyərdin? Qabları yığırdıq. Çay töküldü. Ev işləri görərdin, ana ata sevinərdi. Atam deyir. Adın nədir? Rüstəm. Ən sevdiyin əşyanı kimə verərsən? Bayardasına. Mehrin, səncə valideynlərdən bir şey gizlətmək düz doğru olar? Bir şey gizlətmək olar valideynlərdən. Biri sənə desə ki, məsələn, Mehrin sənə bir söz deyəcəm, amma anava atava demə. Nə edərsən? Gedib deyərsən mama anana atana. Yoxsa dostun dediyi kimi gizlət saxlayarsan. Deyərsən. Aferin. Burla, tutaq ki müəllimə sənə 2 yazdı. Neyin yazsan? Sonra. Kimdən küsərsən? Sonra. İnci, təsəvvür elə ki, sənin bir dənə uçan xalçan var. Hara getmək istəyərsən uçan xalçanla? Dənizə. Dənizə? Nərgiz, uçan xalçan olsa hara getmək istəyərsən? Molla. Nilufər, təsəvvür elə ki, şəhərdə gedirsən. Adam çoxdur. Birdən ananın, atanın əlindən buraxdın, itdin küçədə. Ana, ata axtarsan yoxdur yanında. Nə edərsən? Axtaran tapa bilməli. Onda mən gedərəm. Onda özüm orada ağlayacam. Sofiya, biri sənə desə ki, sənə bax bu sözü deyirəm, sənə bir şey verəcəm, anava atava demə. Nə edərsən? Şükür, tanımadığımız adama güvənmək olar. Yox. Niyə? Çox sevimli demək olmaz. Tanımadığımız adamlarla bir gözəl şey demək olmaz deyim. İndi. Gözəl demək olmaz. Çox sevirəm demək olmaz. Yaxşı, biri sənə desə ki, gəl mənlə gedək, səni qəşəng yerə aparacam. Tək olsan məsələn bir yerdə. İtmisən, bir dənə başqa adam gəlir sənə deyir ki, gəl gedək, mən səni anavın yanına aparacam. Aparmır, sonra da qallanasız. Amma polis gəlsə, Tutacaq, anasının yanına aparacaq. Rüstəm, uçan xalçan olsa hara getmək istəyərsən? Uçan xalçan olsa hara getmək istəyərsən, uçub getmək istəyərsən, hara? Parka. Parka. Fərhad, tutaq ki bir dənə hədiyyə tapmısan, amma sənin deyil də, başqa adamındır. Nə edərsən? Almalıyız. Nə edərsən? Kimə məlumat verərsən? Birisinin əşyalarını almaq olmaz. Və bunu tutsa verməliyik. Kimə verməliyik həm nə deyən? Başqa adamlar. Böyüklərə. Onur, şəhərdə itsən, tanımadığın bir adam gəlib sənə desə ki, mən sənin anavı tanıyıram, atanı tanıyıram, gəl səni aparım onların yanına. Nə edərsən? Deyərəm ki, sən məni aparasan. Polisi çağır.
Polisi çağır. Ananı atanı baxar. Kimdir? Yəni həmin adama inanmazsan. Həmin adamı inanmazsan. O sən yalan deyir. Ağladı birdən oğlum sən götürər. Bir harasa qoyar. Başqasının evinə atar. Ona görə o yaxşıdır. O güvənli olmaz. Uğur, bəs sənin uçan xalçan olsa hara getmək istəyərsən? Matamyam. Ananın tayına gedirsən də hər gün. Başqa hara getmək istəyirsən? Sənə hara maraqlı gəlir? Hara getmək istəyirsən ən çox?